Toyuqlar üçün yeni bir qaçışım hazırlamışıq. Sularında sizlərə çəkib elan edirik. Bunların nəyə köməyi var toyuq və düzələrdə onları izah edirəm. Əziz dostlar, burada gördüyünüz çuğundurun doğranmışıdır. Toyuqların qan dövranını hər zaman yüksək saxlayır. Acı biber, bağırsağında olan qurtları təmizləyir. Yumurta payızı hər zaman toyuqların daxilində hərarət güclü olduğu üçün yumurta payızı yayqış stabil qalır. Sarımsaq isə onları, toyuqları xəstəlikdən qoruyur hər zaman. Limon isə, əziz dostlar, toyuqlar bir-birini yemir. Yəni, görürsünüz ki, təsərrüfatda toyuq və düzələr bir-birini yer. Onda bəzi insanlar limon duzundan istifadə edir. Limon duzu olmasa da limonun özündən də doğranmışından istifadə etmək olar. Burada gördüyünüz qırmızı kök var, əziz dostlar, ağ kök var. Bunlar isə hər zaman toyuğun immunitetini yüksək saxlayır. Toyuğun immuniteti yüksək olduqda, əziz dostlar, hər zaman xəstəliyə qalib gəlir və o təsərrüfatda heç bir vaxt xəstəlik və müəyyən problemlər yaşanmır. Əlaqə nömrəmiz 050 ilə başlayır. Toyuqlar satılmır. Yalnız düzələrinin sifarişi götürülür. Əlaqə nömrəmiz 050 ilə başlayır. 307 11 20. Ehtiyat nömrəmiz də 050 ilə başlayır. 324 49 41. Kiçik sayda, böyük sayda kimlər təsərrüfat qurmaq istəyir, 10 günlük, 20 günlük, 45-60 günlüklərinin, 30 günlüklərinin sifarişini etmək istəyir, zəng vurub əlaqə saxlayıb növbələr yazdıra bilərlər.